Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq, hər zaman qlobal xəbərləri böyük maraqla izləyən dəyərli dinləyiciləri. Məktəbimizin doğma səsi hər birimizin sosial şüurunu oyadan, bizi dünyaya bağlayan Gələcəyin İşığı FM radiosu bugün olduqca qlobal, düşündürücü və bir fərdi birbaşa maraqlandıran xüsusi buraxılışı ilə efirdədir. Mikrofon qarşısında mənəm, 9B sinif şagirdi Səfərzadə Zəhra. Bugün təqvimimiz 11 iyun tarixini göstərir. Bugün dünyada beynəlxalq miqyasda qeyd olunan çox mühüm bir tarix, Ümumdünya Əhali Günüdür. Dostlar, bəlkə də bir çoxunuz düşünürsünüz, Əhali Günü nə deməkdir və bu günün biz gənclər üçün nə dərəcədə əhəmiyyəti var? Gəlin biraz tarixə və rəqəmlərin dilinə nəzər salaq. 1987-ci ilin iyul ayında planetimizin əhalisi 5 milyard nəfərə çatdı. Bu bəşəriyyət tarixində bir dönüş nöqtəsi idi. Birləşmiş Millətlər Təşkilatı bu böyük artımın gətirdiyi məsuliyyəti, resursların ədalətli bölgüsünü və insanların gələcək rifahını diqqət mərkəzində saxlamaq üçün bu günü xüsusi olaraq təsis etdi. Bugün artıq planetimizdə 8 milyarddan çox insan yaşayır. Bu sadəcə bir statistika deyil, bu rəqəmin arxasında hər birimizin qida ehtiyatı, təmiz su tapmaq imkanı, təhsil səviyyəsi və səhiyyə xidmətlərinin keyfiyyəti kimi həyati məsələlərdə dayanır. Əhalinin sürət artımı yer kürəsi üçün həm böyük bir intellektual güc, həm də ciddi bir ekoloji və sosial sınaqdır. Biz gənclər dərk etməliyik ki, insanların sayı artdıqca təbiətin bizə bəxş etdiyi məhdud resurslarda tələbat da həndisi silsilə ilə çoxalır. Meşələrin qorunması, karbon qazının azaldılması və dayanıqlı inkişaf artıq sadəcə alimlərin mövzusu deyil, hər birimizin gündəlik borcudur. Ümumdünya Əhali Günü həm də qadınların və uşaqların hüquqlarının qorunması, hər bir insanın dünyada öz yerini tapması üçün bərabər imkanların yaradılması deməkdir. Çünki keyfiyyətli əhali təkcə çoxluq deyil, həm də sağlam və təhsilli cəmiyyət deməkdir. Əziz məktəb yoldaşlarım, Azərbaycanın da əhalisi sürətlə artır və biz artıq 10 milyondan çoxuq. Bu bizim dövlətimizin ən böyük sərvəti, gələcəyimizin ən böyük potensialıdır. Lakin bu insan kapitalını doğru idarə etmək üçün biz gələcəyin mütəxəssisləri çox savadlı və məsuliyyətli olmalıyıq. Coğrafiya, biologiya, iqtisadiyyat dərslərində öyrəndiyimiz demoqrafik proseslər əhali piramidalarının əslində sabahın qurulması üçün bir xəritədir. Biz sadəcə qiymət almaq üçün deyil, sabahın 8 milyardlıq dünyasına rəqabətə davamlı olmaq üçün oxumalıyıq. Unutmayın ki, intellektual əhali hər bir ölkənin ən güclü ordusu və ən böyük iqtisadiyyatıdır. Dostlar, gəlin unutmayaq ki, hər bir insan özlüyündə bütöv bir kainatdır. Planetimizdə nə qədər çox insan yaşasa da fərdi məsuliyyətimiz azalmır, əksinə artır. Suyumuzu qənaətlə işlətmək, ətraf mühitə zərər verməməklə və ən əsası bir-birimizə hörmət və tolerantlıqla yanaşmaqla biz bu nəhəng ailənin xoşbəxt üzvü ola bilərik. Bugün ətrafımızdakı sinif yoldaşlarımıza baxın. Hər biri böyük bəşəriyyətin gələcəyini müəyyən edən bir fərddir. Gəlin bir-birimizə dəyər verək və dünyanı hər kəs üçün yaşanan biləcək bir məkana çevirək. Dəyərli dinləyicilər, Ümumdünya Əhali Gününə həsr olunmuş bu əhatəli və düşündürücü radio proqramımızın sonuna gəldik. Sizinlə mən idim, məktəbimizin radio sədası Səfərzadə Zəhra. Gələcəyin İşığı FM radiosu adına hər birinizə geniş dünya görüşü, bəşəriyyəti dəyərlər, hörmət və bütün insanlar üçün faydalı olacaq işıqlı bir gələcək arzulayıram. Ümumdünya Əhali Gününüz mübarək olsun. Növbəti görüşlərdə görüşənədək yolunuz həmişə aydın, qəlbiniz isə insan sevgisi və sülh ilə dolsun. Sağ olun, sağlıqla qalın.